Salam əziz müəllimlər, mən Murad müəllim. Bugün sizlərlə 2026-cı il liq imtahanına hazırlaşan müəllimlər üçün hazırladığımız suallardan bəzilərinə baxacağıq. Deməli, belə bir maraqlı sual var. 27-ci sualda bizə nə deyir? Deyir, aşağıdakı nəsil ağacında autosom resessiv xüsusiyyətli bir xəstəliyin irsi gedişatı göstərilmişdir. Ha. Buna əsasən Əhməd və İpəkdən dünyaya gələcək sual ilə göstərilən fərdin sağlam bir qız olma ehtimalını hesablayın deyir. Baxın, belə nəsil ağacında qarışıqlıq yaşanmasın deyə başlanğıc olaraq verilənləri oxuyub anlamaq və şəkil üzərində belə deyək, hamısını qeyd etmək lazımdır. İlk öncə nə edirik? Daha asan olsun deyə birinci növbədə xəstəlikli olanı qeyd edirəm. Autosom resessiv dediyinə görə kiçik a yazıram buna. Və buradan isə görürəm ki, həmin bu valideynlərin birləşməsindən əmələ gələn övladlardan biri nə olub? Kiçik a olubdur. Demək ki, bunların hər birində kiçik a var ki, birləşib və bu kiçik A-nı ortaya çıxardıbdır. Deməli, bunların hər biri nədir? Böyük A, kiçik A şəklində daşıyıcıdır. Bunların övladlarının biri Əhməddir, biri budur, biri kiçik A olandır, biri də budur. İndi baxıram nəyə? Bu kiçik A-dır və əmələ gələn övladlar nədir? Sağlamdır. Əgər sağlamdırsa, bu mütləq ki, nədir? Böyük A şəklində olacaqdır. Böyük A, kiçik A yazdığım halda nədir? Bunun e, belə deyək, kiçik A-ların qovuşması nəticəsində xəstə övlad dünyaya gəlmə ehtimalı da olmuş oldu. Buna görə bunun böyük A götürə bilərəm mən. Tutaq ki, əmələ gələn uşaqlara baxsam, biri budur, biri isə həmin bu İpəkdir. Və böyük A ilə kiçik A-nın birləşməsi mənə mütləq olaraq nə verəcək? Böyük A kiçik A-nı vermiş olacaq. Bəs Əhməd nə idi? Əhməd ya böyük A-ların birləşməsindən böyük A şəklində əmələ gələcək. Ya da ki, böyük A ilə kiçik A-nın birləşməsindən böyük A kiçik A şəklində olmuş olacaq. Böyük A olarsa, bunun artıq bir əhəmiyyəti olmayacaq. Mən bunlardan əmələ gələn övladın belə deyək, sağlam olma ehtimalını hesablamağım. Yəni, %100 sağlam olacaq və 1 olaraq qəbul ediləcək. Sonra deməli mənim böyük A-m getdi. Sonra baxıram böyük A kiçik A olarsa bəs necə olacaq? Böyük A kiçik A olması ehtimalı Əhmədin neçədir? Həmin bu birləşmədən böyük A kiçik A-dan əmələ gəlir bir dənə nə? Böyük A, iki dənə böyük A kiçik A, bir dənə kiçik A. Əhməd xəstə olmadığına görə mən bu ehtimalı sildim. Yerdə neçə ehtimal qaldı? 3 ehtimal qaldı və 3 dənədən ikisi yalnız, yalnız daşıyıcı şəklində belə deyək, götürülə bilərdi. Deməli, 3-dən 2 ehtimalla Əhmədin bu cür olmasını qeyd edirəm mən. 3-dən 2. Plus bunların çarpazlaşması nəticəsində əmələ gələcək, yəni böyük A kiçik A ilə böyük A kiçik A, Əhmədlə İpəyin. Əmələ gələcək övladlara baxdığım zaman yenə də böyük A kiçik A, 2 dənə, bir də kiçik A-nı görmüş oldum. Buradan sağlam olma ehtimalı dediyinə görə nə edirəm? 4 dənədən 3-ündə görürəm ki, sağlam olma ehtimalı var. Və ona görə də ehtimalları yenə nə edirəm? Bir-birinə vururam. 3-də 2 vurulsun 4-də 3. Bir də nə deyir? Qız olma ehtimalı. Qız olma ehtimalı dediyinə görə də nə edirəm? Yenidən 2-də 1-ə vururam. Deməli, burada 3-lər ixtisar gedəcək, 2-lər də ixtisar gedəcək. Qalacaq nə? 4-dən 1 ehtimalla. Deməli, bunların əmələ gələn uşağı həm qız olacaq, həm də sağlam olmuş olacaqdır. Belə, sualımızın izahı bu qədər idi. Dinlədiyiniz üçün təşəkkür edirəm. Sağ olun, salamat qalın.